Əgər kədərlənəcəksənsə, namazını qəzaya buraxdığın üçün, gecə namazına qalxa bilmədiyin üçün, bir müsəlmanın qəlbini qırdığın üçün kədərlən. Əgər kədərlənəcəksənsə, bazar ertəsi və 4-cü gün orucunu tuta bilmədiyin üçün kədərlən. Əgər kədərlənəcəksənsə, bugün Allah üçün heç bir şey edə bilmədiyin və Allahın razılığını qazana bilmədiyin üçün kədərlən. Əgər kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, onu həyatında tətbiq etmədiyin üçün kədərlən. Əgər kədərlənəcəksənsə, sözün həqiqi mənasında Uca Allaha həqiqi qul ola bilmədiyin üçün kədərlən. Əgər kədərlənəcəksənsə, hesab günü cəhənnəmə atılma qorxusundan kədərlən.